Aparıcı Zümrüd Bədəlova öz verişində xalq artisti Röya Ayxanın heç yerdə paylaşılmamış arxiv görüntülərini yayınlayıb. İki sahili məlumatına görə kadrlara görə pop ulduz aparıcıya təşəkkür edərək duyğulu anlar yaşayıb. Röya 2003-cü ilə aid olan görüntüləri izləyərkən keçmişə qayıtdığını, sənət yolunun ilk illərini xatırladığını bildirib. Səmimi reaksiyası və kövrək emosiyaları izləyicilərin də diqqətini çəkib. Söz gedən arxiv kadrları sosial şəbəkələrdə geniş yayılıb və marağa səbəb olub. Sənətçinin uzun illər əvvəlki təbii, səmimi halları izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanır. Əməliyyat elədi. Necə keçdi? Ürəyincə olmur da bu deyəsən. Hələ ki yox. Mən beləyəm də, həmişə beləyəm. Heç vaxt heç nədən razı qalmıram. Beni kalbimdən vuranlar var ya. Sürünə, sürünə, sürünə kapıma çalacaq. Karşıma keçib kız gülenler var ya. Kapanıp önümde diz çöküp ağlayacaq. Aha. Düşmanlarına Röyanın gözü götürməyənlərə indidən belə bir mesaj gəldi. İki il var. Var biz dost edirik. Dostluq edirsiniz, laf yaxşı. Laf yaxşı. Azərbaycanımın çoxdur gözəli, ey maral baxışlı sözü məzəli. Gəncədə də konsert vermişik Əkbərlə. Solo konsert verdim orada. Bir gündə 2 dənə konsert. Çox gözəl ki, mən heç gözləmirdim. Mən heç inanmadım, Gəncədə məni tanıyorlar. Sənətdə indi sən kim kömək eləyir? İndi heç kim deyim sənə ki, özümə dəstəyəm. Heç kim mənə kömək eləmir. Gözəl, təksən sən. Sənətimdə heç elə bir adam yoxdur ki, mənə kömək eləsin. Bəstəkar işləyirəm Nailə Hikmət Mirməmmədlərlə. Mənim üçün onlarla işləmək asan. Ona görə ancaq mənə kömək ola bilər bəstəkar, mənə kömək ola bilər mahnını yazıb. Bir də ki, kömək ola bilər sizin kimi adamlar. Hə, çəkdilər, etirdi, verdilər. Başqa kim nəyə köməkliyi ola bilər? Sən bizə təbiyyət